Hakkında danışacağım aktrisamız Azərbaycanın kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti, SSR Dövlət Mükafatı laureatı, Azərbaycanın ilk bahar qızı aktrisa Səfura İbrahimova hakkında danışacağım. Səfura xanım İbrahimova 1938-ci il dekabrın 27-sində Bakıda anadan olub. Şəhərdəki 14 saylı məktəbi bitirib. 1955-ci ildən 1960-cı ilə qədər Stalin Neftdə 44 saylı orta məktəbdə işləyib və paralel olaraq Dram Dərnəyinə gedib. Aktrisa 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və Kino Aktyorluğu fakültəsinə daxil olub. Elə birinci kursdan Akademik Milli Dram Teatrının repertuarından olan İslam Səfərlinin Ana Ürəyi dramının tamaşasında xatirə rolunu oynamağa dəvət ediblər. Bundan sonra aktrisaya bir neçə rol tapşırılıb və tələbə aktrisa 1961-ci il noyabrın 1-də Akademik Teatrının truppasına qəbul edilib. İnstitutu bitirənə qədər 6 yeni tamaşada maraqlı obrazlar yaradıb. Səfura İbrahimova ali təhsilini bitirəndən sonra da akademik teatrda işləyib. Ondan çox televiziya tamaşasında oynamış Səfura İbrahimova'nın bu janrda daha yaxşı rolu İlyas Əfəndiyevin Sən həmişə mənimləsən lirik psixoloji dramında nəzakət obrazıdır. Aktrisanın sonuncu tamaşası Əli Əmirlinin Köhnə Ev tamaşasıdır. Tamaşanın rejissoru Bəhram Osmanovdur. Rejissor Mehdi Məmmədovun səhnə quruluşunda Hüseyn Cavidin İblis faciəsində oynadığı Rəna roluna görə 27 aprel 1984-cü ildə Azərbaycan Respublikasının dövlət mükafatına layiq görülüb. Səfura xanımın dram teatrında tamaşaları çoxdur. İstəyirəm ki, onlardan bir neçəsinin adını çəkim. Şıxəli Qurbanovun Sənsizində Maral, Pəricaduda Hafizə xanım, İblisdə Rəna, Sevildə Sevil, Əlqulu Evlənirdə Qumral, Şadlıq Sorağında Tatyana, Toyda Kamilə, Kimdir Haqlıda Həyat obrazını yaratmışdır. Səfura xanım hətta Azərbaycanda Novruz bayramı keçiriləndə ilk bahar qızı idi. Atalar və analar, bacılar və qardaşlar, əziz balalar, sizin hamınızın bahar bayramınız, Novruz bayramınız mübarək. Sovet dövründə Azərbaycanda Novruz bayramının keçirilməsi qadağan olunmuşdu və 1967-ci ildə Şıxəli Qurbanov bu bayramı rəsmiləşdirir və 1967-ci ildə Bakıdan Novruz bayramı keçiriləndə Səfura xanım ilk bahar qızı idi. Səfura İbrahimova teatr və kino sənətində göstərdiyi böyük xidmətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 24 dekabr 2002-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Səfura xanım son gününə qədər öz gözəlliyini itirməyən aktrisalardan biri olub. Aktrisanın filmografiyasına gəldikdə
Azərbaycan kinosunda unudulmaz obrazlar yaratmışdır. Bizim Küçə filmində Asiya, Bütün ünvan bürolarına gittim. Netice çıkmadı. Niye susursan Asya? Başa düşmürəm, niyə bunları mənə danışırsan? Niyə üçün o qızı sən axtarırsan? Başa düşmürsən. Çok təəssüf. Rast gələr başa salaram. Yox, indidir. İndi gel gedək onun anasının yanına aşağı. Getmirəm. Sən də getməyəcəksən. Bilirsən Asya. Bir de bu barədə danışsan savaşarıq. Sonra savaşmaqdansa, indi yaxşıdır, lap bu saat. Sevildə Dilbər, Arşın mal alanda Telli, Qatır Məmməddə Həbibə xanım, Məmməd, sən ağıllı adamsan. Deyirəm görəsən biz öləndən sonra heç bizi yada salan olacaq. Gərək olsun. Olacaq. Mütləq olmalıdır. Bəs mənim də dərdim azarım odur ki, bizdən sonra gələnlər bizdən xoşbaxt. Alma almaya bənzərdə Mədinə, Bir kəsə xaçla təzə qardaşım peylədi başını. Sən arvad xeylarsan. Belə şeyləri başa düşməzsən. Ortada duz çörək məsələsi var. Həsən kişi o duz çörəyi həmişə soyuducuda hazır saxlayır. Sənin kimi maymaqlar üçün. 1 manatlıq yemək verər, 100 manat qazanc götürər. Araq hansından idi? Staliçni idi, hə? Bilmirəm. İçmədim. Hə, verdiyi araq buğu isladar, ancaq boğaza getməz. Tütək səsində İsmət, Hanı Muxtar? Hardadır? Necə dilin gəlir elə deməyə? Qara kağız alan tək sən döyübsən. İndi biz neyini? Deyirsən sənin kimi deyə. Mənim sizə nə dəxlim var? Mən belə eləmişəm. Sən get qara geyin, yas bağla. Ərim məndən ötürü ölü deyil. Balalarım var. Onların ürəyinə. Dərviş Parisi partladırda Gülpəri, Bizim Cəbiş müəllim filmində Nəcəfovun arvadı, Qaynanada Sədaqət, Məyər o sevdanı boşuyur? Mənə bax, gələn var. Tez paltarını deyiş gəlib bizə. Yaxşı, gəlirəm. Yavaş yavaş. Ehtiyatla. Çamadanı mənə iş verir. Yaxşı da. Ay bacı, bir dəqiqə yol verin də. Öyle yoxsa. Yavaş yavaş müğayət olun. Güzgüdən müğayət ol. Dikkat. Dikkat. o qızı tapında Xalidə, Başlayın. Bilirsiniz ki, kere gedirəm. Birdən başladılar mənə sataşmağa. Yaylığım da qaldı onlarda. Neçə nəfərdilər? 2 nəfər yeni yetmə. Qələt ediblər, baş qoşmayın. Yox, qorxuram. Birdən qayıdarlar. Onlar mən sizinlə gedim. Cəmi 3 gün yolun qalıb. Buyurun. Bir dəqiqə, bunu tutun. Plaşımı geyim. kimi maraqlı obrazlar yaratmışdır. Aktrisa 2020-ci il dekabrın 21-də dünyasını dəyişir və Qurd Qapısı məzarlığında dəfn olunur. Səfurə xanımın mən məzarın tez-tez ziyarət edirəm və indi gəlmişkən də aktrisamızın məzarının ətrafını yuyub təmizləyəcəm. Bura təmizdir, çünki buranı yaxınları tez-tez ziyarət edirlər və mən də öz növbəmdə bacardığım qədər Səfurə xanımın məzarının ətrafını yuyub təmizləyəcəm.
Qısa da olsa Səfurə xanım haqqında sizə məlumat verdim və bacardığım qədər Səfurə xanımın həm də onun yanında dəfn olunan qardaşı Zahid müəllimin də məzarının ətrafını yudum təmizlədim. Səfurə xanım Azərbaycanın ilk bahar qızı olub. Bu qədər. Allah Səfurə xanıma və onun qardaşı Zahid müəllimə rəhmət eləsin. Ruhları şad olsun.